Hədisdə var, İmam Rıza aleyhissalam buyurur ki, eyibləri örtməkdə Allaha oxşuyun. Allah səttarül uyubdur, eyibləri gizlədəndir. Siz də eyibləri gizlətməyə öyrəşin. Başqa bir hədisdə İmam Rıza aleyhissalam buyurur ki, kim bir nəfərin eybini bilsə, saxlasa ki, bir gün lazım olsa üzünə vuraram, açaram, biabır eləyərəm. İmam Rıza buyurur ki, mən İmam Rıza özümə vacib buyurmuşam ki, özümə vacib bilirəm ki, hər gün o adama lənət oxuyum. O İmam Rıza ki, rəhmət imamıdır, mehriban imamdır. Deyir, eybi gizlədib saxlayan kiminsə eybini və vaxt gözləyir ki, lazım olanda onu açaram, o adama mən lənət oxuyuram.